Qorxmayın, qorxmayın, bura incə bombalanmış bir şəhər deyil. Bura Rusiyanın Maloqa şəhəridir. Bu şəhər ilk dəfə 1149-cu ilin xronikalarında qeyd olunur. Bu şəhər çox mühüm bir su yolunda yerləşirdi. 17-ci və 18-ci əsrlərdə şəhər əhəmiyyətli ticarət və sənətkarlıq mərkəzinə çevrildi. Loqanın vasitəsilə taxıl, sala, dəri və balıq kimi məhsulların daşınması həyata keçirilirdi. 1777-ci ildə Maloqa şəhər statusu aldı. Bura böyük ticarət mərkəzi idi. Şəhərin əsas gəlir yerlərindən biri idi. Kənd təsərrüfatı, balıqçılıq, yerli əhali taxıl və digər bitkilər yetişdirirdi. Lakin 1947-ci illərdə Rыбin su anbarının inşaatı nəticəsində şəhər tamamilə suyun altında qaldı. Şəhər sakinlər üçün böyük bir zərbə oldu. Çünki sakinlərin burada yaxınların qəbirləri mövcud idi. Sakinlərin burada öz evləri mövcud idi, öz bazarları, öz yaşadıkları yerləri, burada kilsələr belə suyun altında qaldı. Bir sözlə şəhər yer üzündən silindi. Şəhər tamamilə suyun altında qaldı. Şəhər bu gün bu vəziyyətdədir.